Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə, Ağsarayda, apartmanda, 4 mərtəbəli binanın 4-cü mərtəbəsində gözəl bir mənzilimiz, Pürüstə Teresa. Elə bir möhtəşəm bir ev təqdim edəcəm sizə, hörmətli izləyicilər. Çox gözəl, ideal, içi dolu, əşyalı bir mənzil təqdim edəcəm sizə. Sona qədər izləyin, ev haqqında bütün məlumatlarını sizə nəzərinizə çatdıracağım. Hörmətli izləyicilər, bax gördüyünüz kimi bu evin giriş hissəsidir. Girişdə dəhlizlər, bütün otaqlar dəhlizə açılır. Sağ tərəfdə birinci sanuzi. Ev sahibi özünə təmirlətdirib. Qiymət də münasibdir. Girən kimi giriş hissəsidir. Bax burada sanuzinin hissəsi. Burada görürsünüz hörmətli izləyicilər. Ev sahibi möhtəşəm bir təmir eləyib. Özünə təmir. Hələ terasasını sizə göstərəcəm. Möhtəşəm bir şeydir, hörmətli izləyicilər. Biləcərin düz Ağsarayında 143 kvadratdır. Kupçası da var. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, yenə qeyd edirəm. Ev əşyalıdır. Bahalı materiallardan istifadə olunub. Keçirik birinci qonaq otağına. Gördüyünüz kimi, hörmətli izləyicilər, bu hissəsi qonaq otağıdır. Çox gözəl dizaynla təmir olunub ev. Ev sahibi bir dənə buradan televizoru götürəcək. Qalan evdə nə varsa evin içində qalacaq. Evin qiyməti də münasibdir, baha deyil, kvadratına görə qəşəng qiymətdir, hörmətli izləyicilər. Gördüyünüz kimi, buradan da bax, 2 yerdən girişi var. Mətbəxə ayrıca arka iləndir, bax belə. Ev sahibi çox gözəl dizayn verib evə. Bura mətbəx hissəsidir. Mətbəx hissəsi də gördüyünüz kimi geniş, ürək açan, döşəmələri istipol. Buradan çıxırıq yenə dəhliz sisteminə. Dəhlizdə yenə də burada gözəl bir geniş bir yataq otağıdır. Hörmətli izləyicilər, evin təmirinə söz ola bilməz. Buradan da bir dənə ətraflı çəkirəm. Mənzil gördüyünüz kimi, bax, işıqlıdır. Balkonlara da çıxışı var. Gördüyünüz kimi yataq otağından. Keçirik buradan da uşaq otağına. Burada nə varsa hamımız evin içində qalacaq. Bir dənə böyük televizor götürəcək, elektronik. Başqa heç nə varsa hamımız evin içində qalır. Burada uşaq otağıdır. Genişdir, ürək açandır, hörmətli izləyicilər. Nəzərinizə çatdırıram, yenə gedirəm. Ağsarayın yanında apartman tipli binanın 4-cü mərtəbənin 4-cü mərtəbəsidir. Amma terasası var. Ev 143 kvadratdır. İndi qalxırıq buradan, balkondan çıxandan sonra. Baxın, bir dənə sizə bir dənə elə bir şey göstərim. İstirahətin nə üçün, kim istəyirsə yayda istirahət eləmək üçün belə bir şərait yaradır. Burada evin yuxarı terasasıdır, mənzilin. Oturub burada istirahət eləmək üçün ən əlverişli bir şərait yaradır. Burada bilsin nədir, hörmətli izləyicilər? Televizoru qoyursan bura, içəri yığdırırsan. Burada da əməlli başlı istirahətü eləyirsən. Təmiz hava alırsan burada. Bax, görsə, hörmətli izləyicilər, ev həqiqətən çox ideal bir evdir. Gözəl bir evdir. Evə söhbət ola bilməz. Terasası da nə edirsən deyər. Axşamlar çıx burada istirahətü elə. Təmiz hava var. Elə bir mənzilin həyətidir da, belə deyək. Hörmətli izləyicilər, gördüyünüz kimi, bütün nə varsa hamısı təqdimatda çəkdim, göstərdim. Burada artıq əşyalar yığmaq üçün əldamadır. Bax, görürsünüz, hörmətli izləyicilər. Ev sahibi nə var hamısını nəzərə alın. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyin yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 280.000 start qiymətdir. Real alıcısı endirmə birbaşa sahibindən görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. 280.000, 143 kvadratdır. Gözəl bir mənzildir. Terasası ilə bir yerdə. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah alana da xeyir versin, Allah satar.